Sabahınız xeyir olsun. Bir günlerde Bərdarov'un Gürovlar kəndindəyik. Buradan da Gürovlar kəndinin cəmaatını salamlayıram. Gürovlar kəndində 10 sot torpağın içərisində 2 otaq, 1 zal, mətbəx, hamam və samizlindən ibarət. Tam təmirli evimiz satışa çıxdı. Evimizin ərazisini sizlərə təqdim edək. Həyətində belə bir otaq yerləşir. Bu hissəsində sanitar qolşaq yerləşir. İndi də sizlərə evin seyvan hissəsini təqdim edirik. Burası da tam təmirli vəziyyətdədir. Granitlə yeri təmir olunub, göy abşıqdadır. Burada belə bir bulağı yerləşir. Bu hissəsi isə kaldırım hissəsidir. Burası da təmiri yaxşı vəziyyətdədir. Kaldırım başında hamam və samizin yerləşir. Burası tam təmiri vəziyyətdədir. Bu hissəsində buna yerləşir. Buranın da kuna mebelindən təsis olunub. Burada da belə qonaq otağı yerləşir. Burası da tam təmirli vəziyyətdədir. Bu hissəsində də yana otağı yerləşir. Burasının da təmiri yaxşı vəziyyətdədir. Bu hissəsində də ikinci yataq otağı yerləşir. Burada tam təmirli vəziyyətdədir. Hörmətli tamaşaçılar, evimiz 2 otaq, 1 zal, mətbəx, hamam və samizlindən ibarətdir. Evimizin təmiri tam yaxşı vəziyyətdədir. Evimizin satış qiyməti 65.000 manatdır. Razılaşma yoldan var. Allah alana da, satana da xeyir versin. Sizlərlə mən idim, Baba Makrim, sağ olun, gələn görüşlərdir.